Heç siyasətə qarışmamaqda davam edin. Amma öz haqqınızı istəyin. Öz haqqınızı istəyin. Yaxşı, mən başa düşürəm ki, siyasi məhbuslara azadlıq demək çətindir, risklidir. Əksəriyyətiniz üçün, onda deyə bilənlər var. Amma xeyli adam bunu öz üçün riskli sayır. Azad ədalətli seçki tələb eləmək, niyə görə sən 22 ildir hakimiyyətdə qalmısan, Azərbaycanda hökumət dəyişmədiyinə görə mənim də haqqım, hüququm təmin olunmur demək çətindir, risklidir. Doğrudan da adamları həbs edirlər, vəziyyət ağırdır. Amma heç olmasa ən elementar, sosial, iqtisadi hüquqlarınızı tələb edə bilərsinizsə. Məsələn, bir neçə mən ideya verim sizə. Baxın, Azərbaycanda 70.000 nəfər xərçəng xəstəsi var. Bilirsiniz nə deməkdir bu? 70.000 ailə qanyaş içindədir. Allah onlara şəfa versin, kömək olsun. Yaxşı, bu ailələr öz xəstələrinin dərdini çəksinlər. O cümlədən o xəstə özünün bu ağır dərdini çəksin, yoxsa dərman və müalicənin dəhşətli qiymətlərinin dərdini çəksin. Deməli, bu ailə onsuz da bir fəlakətə düçar olub ki, onun bir üzvü xərçəng xəstəsi olub. Üstəlik deməli, onlar məcbur olurlar evini girov qoyub kredit götürən kim, ağır borclara girən kim, əmlakını satıb bahalı dərmanlar alan kim. Niyə görə? Niyə görə Azərbaycan dövləti xərçəng xəstələrini sosial sığortaya almamalıdır? Tələb edin bunu. Heç olmasa bax o birbaşa evində, ailəsində xərçəng xəstəsi olan adamlar tələb edin bunu. Heç bir siyasət, belə deyək, siyasi tələb sizə təklif eləmirəm. Amma bunu tələb eləmək olar da. Baxın, hər il minlərlə müəllimi işdən çıxardılar. Adını da qoydular ki, biz müəllimləri işdən çıxardırıq ki, qalan müəllimlərin maaşını artıraq. Xeyir olsun. Niyə olmaz ki, elə əvvəlki müəllim də qalıb işləsin, qalanın da maaşını artırasan? Müəllim çıxsın, demirəm ki, seçki saxtakarlığına etiraz elə. Demirəm ki, tələb elə ki, niyə görə bizi məcbur edirsiniz ki, mən bu protokolu saxta yazım? Heç bunu da demirəm sizə. Hərçənd ki, haqqımdır demək. Amma demirəm. Nə deyirəm? Deyirəm ki, öz haqqını istə. Öz haqqını istə. Deyinən ki, ey hakimiyyət, necə olur ki, sən Vietnam üçün məktəb tikirsən, mənim məktəbimi bağlayırsan? Necə olur ki, sən Somalidə deməli, pul qoyursan təhsilin inkişafına? Hətta Birləşmiş Ərəb Əmirliyində onlar bizi pulun altında bastırarlar. Sən orada səhiyyə, deməli, təhsilə pul qoyursan, amma burada mənim məktəbimi bağlayırsan, burada hər il 3-5 min müəllimi müxtəlif adlarla işdən çıxarırsan. Bunu istə. Öz haqqını istə. Bunu eləmək olmaz. Bu ölkədə 2,6 milyon deməli uşaq var və onların valideynləri var. Yaxşı, biz öz aramızda danışanda bütün Azərbaycanlılar, biz biraz da fəxr edirik ondan ki, Azərbaycanlılar övladlarını çox istəyirlər. Həqiqətən də elə. Azərbaycanlılar övladlarını çox istəyirlər. Mən özüm həyatda şahidəm ki, insanlar var ki, bütün həyatını həsr edirlər övladlarının bir tərəfə çıxmasına. Yaxşı, niyə görə övladlarınızın naminə səsinizi qaldırmırsınız? Bax, biz neçə illər kampaniya elədik ki, uşaq pulu verilsin. Qoşulun da buna. Miting deyil ki, məşənlərin qabağına gəlmək deyil ki, Tofiq Yaqubluya, həbs olunmuş jurnalist qızlarımıza, ictimai xadimlərə, Rüfət Səfərova, Azər Qasımlıya azadlıq tələbi deyil ki, cəbhəçilərə azadlıq tələbi deyil ki, seçki islahatı tələbi deyil ki, öz uşağına uşaq pulu istə. Öz övladına, denən mən bunu böyüdə bilmirəm. 18 yaşı olan kim gəlib çıxacaqsan ki, əskər verməlisən. İndi uşaq pulu ver ki, mən onu böyüdüm, 18 yaş tamam olanda da əskər gelər. Hansı tərəfə baxsan, haqsızlıq, hüquqsuzluq və sosial fəlakət gündən günə artır. Və bunu durduracaq qüvvə başqası yoxdur. Siz durdurmalısınız. O vaxta qədər ki, siz bu vəziyyətlə barışacaqsınız, daha artığını istəməkdən, əldə etməkdən ötürü, biraz artıq fədakarlıq qərarını şəxsən verməyənə qədər bu vəziyyət pisləşə gedəcək. İkinci Qarabağ savaşı başa çatandan sonra artıq 5 il olmağa az qalıb. Mən demişdim, bizim diqqətli izləyicilərimiz xatırlayırlar ki, İlham Əliyev nə qədər hakimiyyətdə qalacaqsa, Azərbaycanda sosial, iqtisadi vəziyyət hər il əvvəlki ildən, hər ay əvvəlki aydan, hər gün əvvəlki gündən daha pis olacaq. 5 ildir dediyim olurmu? Bundan sonra da belə olacaq. Çünki bu adamların korrupsiyası, monopoliyası bir tərəfə, bu adamların gerçəkdən də iqtisadiyyatı idarə etmək səriştəsi də yoxdur. Yəni, hətta istəyəndə də bir şeyi bacarıb ortaya qoymaq imkanları yoxdur. Baxın, o strateji proqramlar vermişdilər. Ay bir gün elan edirdilər ki, pambıqçılıq bizi qutaracaq. Bir gün deyirdilər ki, baramaçılıq qutaracaq bizi. Bir gün proqram gətirirlər ki, fındıqla xilas olacaq. Yadınızdadır? Han olar? 10 ilin ərzində Azərbaycan
deməli, ərzaq məhsulları idxalına 2 dəfə artıq pul ödəməyə başlayıb. Bu dəhşətli rəqəmlər, bu dəhşətli statistikalar ölkəni tamamilə iflasa aparır. Ona görə də heç olmasa, həmin bax bu sosial-iqtisadi dözümsüz vəziyyətin aradan qalxmazından ötürü taleyimizə sahib çıxmalıyıq. Vətəndaş olmasa, biz haqq elədiklərimizə sahib də ola bilməyəcəyik. Bütün o firavan yaşayışında, hüquqla, ədalətli şəraitdə yaşamağın da açarı vətəndaş olmaqdan keçir. Vətəndaş olmaq, haqqına sahib olmaq, haqqını tələb eləmək, dövlətə ödününcü kimi baxmaq və haqqın uğrunda fədakarlıqlar etmək çıxış yolumuz ancaq bu olacaq.